Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin general-mayoru Dmitri Muruşov poçt qutusu vasitəsilə rüşvət almaqda ittiham olunur. Lentaz yerli mediasına da bildirir ki, müstəntiqlərin sözlərinə görə iş adamları pul əskinasları olan zərfləri Novarbat küçəsindəki 16 sayılı binada yerləşən müəyyən poçt qutusuna qoyublar. Bu qutu Rusiya Federal Gömrük Xidmətinin Gömrük Mərkəzi bazasının korrupsiya qarşı mübarizə xidmətinin rəisi Kolganova məxsus olub. Kolganov bir dəfə Muruşov tərəfindən Şeremetyevo gömrüyündə götürülən bahalı saatların qaytarılması üçün pul alarkən yaxalandığı üçün işdən çıxarılıb. Lakin sonra Kolganov Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin K idarəsi ilə əməkdaşlığa başlayıb. Bu idarənin əməliyyatçılarının nəzarəti altında iş adamlarının onun poçt qutusuna qoyduğu rüşvətlərin Muruşov üçün nəzərdə tutulduğunu ifadə edib. Nəticədə Kolganov iş üzrə şahid olub və hətta yeni vəzifə alıb. İndi o, Domodedovo gömrüyünün korrupsiya qarşı mübarizə şöbəsinin rəisidir.